Salam əziz izləyicilər, hər birinizi kanalımda xoş gördüm. Bugün mən sizə xarici mağazalardan, xarici bazarlardan aldığınız məhsulu necə bəyan etmək olar, o haqqında video çəkəcəm. Bunun üçün hər hansısa bir xarici mağazaya, yəni daxil oluruq. AliExpress, Ozon və yaxud da Temuya. Mən ən çox AliExpress-dən istifadə edirəm. Məsələn, AliExpress-ə daxil olduqda hər hansısa bir məsələn sifariş etdikdə, yəni məhsulu sifariş etdikdə bizə izləmə kod verilir. Yəni belə deyim sizə, siz sifarişi etdikdə sizə sizin sifarişiniz təsdiqlənir və sizin sifarişə uyğun sizə bir izləmə kodu verilir. O kodu siz Smart Customs-da, yəni Azərbaycan rəsmi gömrük səhifəsində siz onu bəyan etməlisiniz. Ancaq sizə də bir söz deyim, məsələn mən indiyənə kimi aldığım 50 manatlıq məhsulu indiyənə kimi bəyan etməmişəm. Yəni rahat keçiş olub, gəlib götürmüşəm. Yəni post xidmətlərindən. Bunun üçün sizə kod verilir, yəni izləmə kodu verilir. O kodu Smart Customs-da əvvəlcə Smart Customs-a daxil olmaqdan ötəri bizə Sima imza və yaxud MyGov tətbiqi lazımdır. Oradan qeydiyyatdan keçmək lazımdır. Smart Customs-a bir dəfə klikləyirik. Burada bizim qarşımıza xarici vətəndaş üçün giriş var, Azərbaycan vətəndaşı üçün giriş var. Bizə MyGov ID üzərinə bir dəfə klikləyirik. Bizi MyGov-a yönləndirir. Yəni gördüyünüz kimi Smart Customs bizə artıq MyGov tətbiqinə yönləndirir. Mən daxil ol düyməsini vururam. Bundan sonra mənə məlumatlarım doğrulandıqdan sonra məni Smart Customs-a yönəldirlər. Tamamlanı vururam. Tamamlanı vurduqdan sonra vətəndaş sözünün üzərinə bir dəfə klikləyirəm. Kliklədikdən sonra gördüyünüz kimi burada bizim adımız çıxır. Salam Elsəvər, siz yenidən görmək xoşdur. Burada elektron ticarət sadələşdirilmiş bəyannamə var. Sərnişinlər üçün, yəni siz xaricdən öz üzərinizdə telefon və yaxud belə də elektronika və yaxud adi bir bəyannamə etmək istəyirsinizsə, o məhsula aid siz sərnişinlər üçün sadələşdirilmiş bəyannamə verin və yaxud müraciət edilə bilərsiniz. Gömrük ödənişlərinin rüsumlarını özün hesabla. Məsələn, siz xaricdən gəldikdə, yəni öz üzərinizdə gətirdiyiniz telefonun, məsələn, rüsumun özünüzə hesablaya bilərsiniz. Ancaq xaricdən, yəni Azərbaycanda olub xaricdən sifariş verdikdə, yəni Çindən və yaxud Avropa ölkəsindən siz telefon sifariş verdikdə, siz onun da hesablamasını buradan eləyə bilirsiniz. Buna görə biz bəyannamə eləməkdən ötəri elektron ticarət və sadələşdirilmiş bəyannamənin üzərinə vururam. Burada əvvəlki ayların bəyannamələrinə baxmaq üçün axtarışdan istifadə edim var. Məsələn, son 3 aya baxaq. Mən ancaq sizə bir söz deyim, mən bəyannamə verməmişəm. Yəni bəyan etməmişəm. Mənim sifarişlərimi vermişəm, sifarişlərim Azərpoçta gəlib. Bəli, əziz izləyicilərim, plus işarəsinin üzərinə vurduqdan sonra yeni bəyannamə qarşımıza çıxdı. Adım, soyadım, ata adım, vətəndaşlığım, şəxsiyyət vəsiqəmin fin kodu və məndən soruşulan telefon nömrəsidir. İndi mən telefon nömrəsini yazıb ikinci səhifəyə daxil olacağam və sizə göstərəcəm. Bəli, əziz izləyicilərim, indi isə burada yeni bəyannamənin ikinci səhifəsinə daxil oluruq. Burada bağlamanın izlənmə kodu, yəni sizə bildirdiyim kimi, siz onu AliExpress-dən və yaxud Ozondan da izləyə bilərsiniz. Ancaq Azərpoçtun rəsmi saytından da daxil olub oradan da izləyə bilirsiniz. Bağlamanın izləmə kodu var. Məsələn, bura hər hansı bir bağlama kodu yazaq. Bağlamanı gətirən və daşıyıcı şirkət. Burada məsələn kuryer, yəni kuryer kargo şirkətləri var. Mən ən çox Azərpoçt MMC-dən istifadə edirəm. Bir də ən çox istifadə etdiyim ikinci kargo sürət kargodur. Yəni ondan istifadə edirəm. Mən burada Azərpoçt MMC-ni vururam. Mal göndərən ölkə. Burada hansı ölkədən ki siz sifariş alacaqsınız, sifarişi götürəcəksiniz, hansı ölkə sizə satırsa, o ölkəni bildirirsiniz. Bura mən Çin yazıram. Çin yazılmış satıcı və alış ünvanı və ixracatı. Burada satıcının alış ünvanını yazırsınız. Məsələn,
elektronika. İrəlini vurduqdan sonra malınız haqqında məlumatları əlavə edin. Əlavə edini vurursunuz. Ondan sonra da sizin bəyannamə artıq hazırlanır. Yəni bəyannamə sizə artıq yerinə yetirilir. Bir daha izah edirəm. Burada elektron ticarət sadələşdirilmiş bəyannamə var. Yəni siz buradan girib rahatlıqla Temudan və yaxud Taboa şirkətinin onlayn mağazasından, AliExpress-dən, Ozondan, Amazondan siz rahatlıqla sifarişinizi verdikdə burada $300 limit var. Siz bu limitə uyğun siz bəyannaməni verə bilirsiniz. Yəni bəyannamə limitləndir. İkinci bir söz deyim, mən AliExpress-dən və yaxud başqa Ozondan olsun, Amazondan olsun, mən bəyannamə verməmişəm. Yəni ən çox da AliExpress-dən sifariş verdikdə, qəbul eləyəndə mən, yəni o müddət ərzində mən bəyannamə verməmişəm. Yəni bəyannaməm olmayıb. Ancaq mallarımın hamısı da gəlib. Mən bunu şamil edirəm AliExpress-ə və Ozona, çünki mən Temudan heç sifariş etməmişəm. Çünki ən rahatı, ən sağlam, ən düzgün məhz AliExpress-dədir. AliExpress-də çünki daha yaxşı məhsullar var, daha yaxşı endirim paketləri var. Çünki mən elektronika ilə məşğul oluram. AliExpress-də məsələn 5 manatlıq məsələn bu məhsul Temuda 8 manatdır və yaxud ondan da çox bahadır və yaxud tapılmır. Temu ən çox yönəlib paltara, şalvara, köynəyə belə, yəni belə deyək də sizə geyimə. Ancaq AliExpress ən çox elektronika belə deyək mağazası kimi düşünək. Çünki burada istədiyiniz bütün, yəni Bakıda tapa bilməyəcəyiniz bütün məhsullar var burada. Gördüyünüz kimi ostilloqraf, payanliklər, səs gücləndiricilər, sonra yenə səs gücləndirici var burada. Lap dərmanlar olsun, saatlar olsun. Yəni fərqli burada sifarişlər var. Yəni bir daha bildirirəm, AliExpress daha yönəlib elektronikaya, ancaq Temu isə yönəlib geyim markası olaraq. Yəni bu qədər əzizləyicilərim, yəni bəyan etmək bu şəkildədir. Sizə AliExpress hər hansı bir onlayn mağazadan sizə izləmə kodu verilir. Siz oraya izləmə kodunu yazırsınız, telefon və yaxud ev nömrəsi əlavə edirsiniz. Siz onları əlavə elədikdən sonra sizin artıq sifariş bəyan olunur. Bəyan olunduqdan sonra da siz rahatlıqla gedib sifarişinizi götürə bilirsiniz. Yəni bu qədər əzizləyicilərim. Əgər video sizin xoşunuza gəldisə, bəyənib abunə olmağı unutmayın. Oldu, çox sağ olun.